Salam dostlar, yenə hər vaxtınız xeyir olsun. Yenə Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsəri ilə Əbdürrəhim bəy Haqverdiyevin bomba əsərinin müqayisəsində səhvi tapmalıyıq. Burada hər iki əsərdə Yadilli ağalarına sadiq obraz var. Qurbanəli bəy hekayəsində Qurbanəli bəydir. Bomba əsərində isə Kərbəlayı Zaldır. Demək, A variantı testimizin cavabı ola bilməz. Sonra B variantında pristav obrazına rast gəlinir. Bəli, Qurbanəli bəydə pristav obrazı var. Orada hansı ki pristavın xanımının ad günü olur. Burada da pristav, bomba əsərində də pristav Kərbəlayı Zalı çağırır. Deyir ki, onu da anlayır ki, gənc işçilər gəlib silah tapırlar, nə bilim cürbəcür qadağan olunmuş əşyalar tapırlar, amma sən neçə ildə işləyirsən, hələ bir sınıq balta belə tapmamısan. Hər iki əsərdə pristav obrazı var. C variantında başqa dildə olan sözlər istifadə olunur. Bəli, vulqarizmlərdən istifadə olunur hər iki əsərdə. Qurbanəli bəy əsərində Qurbanəli bəy dəfələrlə rus dilində olan kəlmələr, malades, sabak istifadə edir filan. Bomba əsərində də Kərbəlayı Zal həmçinin eləcə də Patap da istifadə edir. Orada deyir ki, vot Patap, bomba rabatay. O da soruşur, deyir ki, qide. Demək, rus dilində sözlər istifadə olunur. C variantında da hər iki. C variantına da hər iki əsərdə rast gəlmək mümkündür. D variantında Yadilli ağalara qulluq edən obraz zavallı duruma düşür. Bəli. Kərbəlayı Zal da əsərin sonunda, bomba əsərinin sonunda zavallı duruma düşür. Qurbanəli bəydə həmçinin birisi də axırda gizlənir və bu aşkara çıxır, zavallı duruma düşür. D variantı da hər iki əsərdə rast gəlinir. E variantında başqa dildə danışan obrazın, burada üzr istəyirəm, danışan sözü iki dəfə düşüb. Danışan obrazın dilini bilməyən obraz var. Bu Qurbanəli bəy hekayəsində var, amma Kərbəlayı Zal bomba əsərində yoxdur. Kərbəlayı Zal rus dilini bilirdi, özlə danışmağa cəhd edirdi. Qurbanəli bəy əsərində Kəblə Qasım. Orada xanım soruşur ki, xanımlar nə danışırdılar? Deyir, xanım, axı mən onların dilini bilmirəm ki, nə dildə nə danışırdılar. Mən rus dilini bilmirəm. Ona görə bu Qurbanəli bəy əsərində belə bir obraz var, amma bomba əsərində belə bir obrazı rast gəlmirik. Ona görə E variantı hər iki əsər üçün ortaq xüsusiyyət ola bilməz.